Salam değerli izləyicilər, Bakı TV kanalı izləyiciləri. Azadlıq prospekti Koroğlu Parkının düz yanında 17 mərtəbəli binanın 9-cu mərtəbəsində 103 kvadrat, 3 otaqlı, tam əşyalı, texnikalı, yeni təmirli mənzilimiz satışa çıxdı və bir gündə belə olsun yaşayış olmayıb. Evin reklamlarına baxın, sonra videomuzu davam edək. Başladıq hol hissəsindən. Gəlin sizə proyekti izah edeyim. Sonra qaydağın təmirdən, dizayndan və mənzil barədə və bina barədə də videonun arasında sizə söhbət edəcəm. Çox möhtəşəm bir binadır. Giriş qapımız dəyişməyə icazə yoxdur. Yəni çox gözəl bir binadır. Gəlib üz ağlayı, yəni mərmər işləmələrdir. Həyət, uşaq meydançası, bisetka idman eləmək üçün müəyyən atraksiyonlar var orada və mənzil. Giriş qapısına dəyişməyə icazə yoxdur. Orijinal giriş qapısıdır. Ümumi sanitar qovşağı yerləşir burada. Mətbəx, qonaq otağı, birinci yataq otağı və ikinci yataq otağı. Hol hissəsi, lazer kəsim qranitlər harda yeni təmirli mənzillərimizdə, ümumiyyətlə kanalımızda yeni təmirli mənzillər göstərilir. Harda qranit görürsə bilin ki, isti döşəmədir, lazer kəsimdə qranitlərdə istifadə olunur. Girən kimi sol tərəfdə belə bir drisuarımız yanıb, drisuarın arxası mərmər effektli Venesiya boyası, yanları daraq işləmələr və qara kantlarla möhtəşəm görsənir. Konfor sistemi girən kimi sağ tərəfdə quraşdırılıb mənzilə daxil olan elektrik xətləri burada cəmlənib, internet xətləri də aşağıda. Mənzildə istifadə olunan bütün elektrik qutuları hamısı orijinal cevizdir. Maşın kaskasıyla işlənmiş qapılar, maqnit ruçkalar. Gəlin necə göstərmişdim, elə davam edək. Ümumi sanitar qovşağını göstərək. Fərqli teksturada qranitlər, pollar, istik pol moydadır. İşıqlı güzgümüz. Gəlin buradan isə mən yaxından göstərim bunu sizə. Sol tərəfdə belə bir şkaflar yığılıb, divar içi unitaz, duş kabin, divar içi duş aksesuarlarından istifadə olunub, fərqli teksturada yenə də içəri tərəfdə qranitlərdən istifadə olunub. Patlıq işləmələrimizdə var, sport və havalandırma sistemi. Bu bizim ümumi sanitar qovşağımız. Daxil olduq üzbəüz qardırob mebeli. Tam yenə də divar içidir. Patolka kimi, tavan müdürlüyünə kimi yığılıb və sağ-sol qardırob mebelinə istifadə olunub. Orta belə bir rəflər, aksesuarlar və led işıqlarla bəzədilib. Hol hissəsindən belə davam elədik. Gözəl buralar, divar işləmələr, hamısı travert işləmədir. Aşağılar lepqi işləmələr, gözəl buralarımız, lüstür. Deməli, bu binada olan mənzillərin tavan hündürlüyü 3 metr 20 santrdan hündürdür. Deməli, patolog işləmələrimizdə var lüstür, gizli işıq, spotlar, qara kantlar mənzili daha da gözəl göstərir. Gəlin qonaq otağına, videonun başında qonaq otağını görmüşdünüz və videonu belə deyim, reklamlarını da görmüşsünüz. Tələsən izləyicilər üçün reklamlar qoymuşdum. Və qonaq otağı, bütün yumşaq dəstlər və texnika tam quraşdırılıb. 6 nəfərlik masa, gözəl rəflər, aksesuarlarla, gül çiçəyi ilə bəzədilib. Deməli, güzgü işləmələr, buralar, bütün otaqlarda mətbəx də daxil olmaqla AUX markalı kondisionerlərdə istifadə olunub, patolog işləmələrimizdə var. Spot, lüstür, gizli işıqlar, pol, hazır. Laklı, bombuk parketdən istifadə olunub, yumşaq dəstlər sağ və sol tərəfdə ortada jurnalini qoyulub və qonaq otağının bu hissəsini göstərək. Böyük ölçülü
televizorumuz qoyulub, altda Twisten, televizorun arxası mərmər effektli, Venesiya boyası yanları daraq işləmələr və bu mənzilin özəlliyi. Sağ və sol tərəfdən mətbəxə daxil olmaq olur. Proyekt belə qurulub, dizaynerlər bunu belə görüblər və güzgü işləmələr və qonaq otağının, üzr istəyirəm, mətbəxin də qapısı əlavə xol hissəsindən var. Və xanımlar istəsə sağ-sol buradan da mətbəxə daxil olmaq olar. Gəlin elə buradan mətbəxə daxil olağın. Deməli, buradan da mətbəxdən də xol hissəsinə çıxarıq. Davam edək. Və mətbəximiz. Mənzil, otaqlar və mətbəx daxil olmaqla biri-birindən gözəldir. Mətbəx mebelimiz tam quraşdırılıb, tavan hündürlüyünə kimi bütün texniki avadanlıq hamısı markadır, brenddir, hamısı da qoyulub. Və indi əlavə göstərəcəm. Bu tərəfdən TV stendimiz var. Böyük ölçülü televizordan istifadə olunub, onu göstərəcəm. Tələsməyin. Üstü toşma mərmər, sinəli mərmər, tavana kimi mətbəx mebelimiz, Toshiba markalı qoyulub burada 4 qapılı böyük ölçülü soyuducu. Beko markalı paltar yuyan. Bosch markalı qab yuyan. İkili moyka qaz aspirator və Bosch markalı sobalardan istifadə olunur. Patolog işləmələrimizdə var fərqli, gözəl bir lüstrumuz, spotlar, gizli işıqlar, hamısı öz yerindədir. Belə bir 4 nəfərlik yumru masamız qoyulub və Twisten burada da və arxa tərəfdə də eyni cür yığılıb. Mətbəxdən də baxa bilərsiniz və o tərəfdə də eyni ölçüdə televizordan istifadə olunub. Buranın da polları, xol hissəsində lazer kəsim qranitlərdir. Burada davam edib, buranın da polları, mətbəxin isti döşəmədir. Qeyd etdiyim kimi, buradan da xol hissəsinə çıxış var. Mənzildə işlənən elektrik qutuları yenə də qeyd edirəm. Hamısı İtaliya istehsalı cevizdir. Əsas yataq otağımız. Bütün yumşaq dəstlər yenə də texniki avadanlıq hamısı quraşdırılıb, AUX markalı kondisionerinə kimi. Pollar hazır laklı bambuk parket, böyük ölçülü Samsung markalı televizor, yumşaq dəstlər yığılıb, arxası parça işləmələr, yanları güzgü işləmələr və buralardan istifadə olunub. Eyni dizaynla lüstr, gizli işıqlar, spotlar, make-up burada nəzərə alınıb, güzgü və arxası yenə gizli işıqlarla gözəl görsənir. Mənzildə deməli istilik sistemi kombidi, bütün otaqlarda radiatorlar var və əsas məsələ sənədlər çıxarışdır, yəni kupça. AUX markalı kondisionerimizi göstərdik və qaydağın divarçı, qardırov, mebelini göstərək. Yataq otağımı da bu tərəfdən də göstərək, zəhmət olmasa. Və qardırov mebeli, sağ, sol, deməli şüşə işləmələr, içi led işıqlarla və orta hissəsi geniş, dərin, paltarların üçün belə bir divarçı şkaf mebeli yığılıb. Bunların deməli işıqlarını söndürdüyünüz zaman içəriləri görsənmir. Yəni biləsiniz, işıqlar yanan zaman içəriləri görsənir. Davam edək. Və ikinci yataq otağı. Burada da yumşaq dəstlər və bütün texnik avadanlıq hamısı quraşdırılıb. Belə bir gözəl bir taxtımız var. Samsung markalı üzbəüz televizor. Arxası daraq işləmələr, güzgü işləmələr, make-up burada nəzərə alınıb. Yanları da belə şkaflardır. AUX markalı kondisioner. Yenə fərqli, gözəl bir lüstrdan istifadə olunub. Patolog işləmələrimizdə var. Lüstr, spot, gizli işıqlar. Arxası tam tavan hündürlüyünə kimi parça işləmədən yığılıb. Yanları daraq işləmələr və buralardan istifadə olunub. Bu mənzildə yəni belə qeyd edeyim, plasmas, ya bir nəsə bir ucuzlu material, yəni hardansa bir ucuzlu material gəlib bu mənzildə işləməyib. Bu mənzilin təmiri zamanı mən gəlib getmişəm. Alt işləmələr, üst işləmələr necə işlənib, elektrik, istipollar hamısı tam qaydasındadır, tam arxayın ola bilərsiniz. Və bu mənzil yerləşir Azadlıq prospekti tam Koroğlu parkının yanında. Şəhərin tam mərkəzi elit ərazi və gözəl bir binadır. Bina olaraq da yəni qeyd edeyim sizə, gəlib əyanı baş keçdiyi zaman görəcəksiniz. Həyəti, parkingi,
deməli, giriş, çıxış, kontingent, parkın düz böyrü olmağı, hər şey qaydasındadır. Və bu mənzilin start olaraq qiyməti 475 min manatdır. Real alıcılar gəlin, ev sahibi ilə sizi görüşdürün. Yaxın qardaş dostumuzdur. Endirim də olacaq. Tam arxayın olun. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.